Salam əziz izləyicilər. Mirzə İbrahimovun Gələcək Gün romanından bir parça ilə təhlillərimizə davam edək. Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü. Firidunun gözlərində həyatın ağır, əzablı səhnələri canlanırdı. Uşaqlığı, ata və anasının ölümü, Tehran həyatı, sonra Təbriz. Bu xatirələr içərisində nədənsə Tehranın əsl bir cəhənnəmi andıran isti günləri, boğucu axşamları xəyalından çəkilmirdi. Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Yəni Tehranda özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı, sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri, dağları həqiqi bir cənnət kimi görünürdü. Yəni özünü Tehranı bir cəhənnəm kimi xatırlayır. Yəni Tehranın istisini, ağrılı günlərini bir cəhənnəm kimi xatırlayır. Amma bunun qarşılığında deyir, qarşısında Azərbaycanın bu ağaclı, sulu kəndləri, yaşıl bağları ona bir cənnət kimi görünürdü. O çaxmaq qığılcımı kimi ani olaraq qalbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş taxıl qoxusu verən yumşaq doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən 2 damcı yaş süzülərək yerə düşdü. Deməli, bax biz burada nə görürük? Firidun belə deyək də kədərlənir, həm əvvəlki keçmiş günlərini xatırlayır, kədərlənir və əyilir, torpağı öpür. Yəni yumşaq və doğma torpağı qucaqlayır, üzünü ona sürtür, gözlərindən 2 damcı yaş süzülərək yerə düşür. Bunu xatırlayın, Azad hekayəsində, yəni Azad ölüm ayağında Azad da torpağı öpür. Azad orada özü torpağı öpür, amma burada Firidun torpağı elə bil ki, belə deyək də, torpağı qucaqlayır. Yəni bunu ortaq götürmək olar, ortaq fikir kimi götürmək olar. İndi bizə nə deyir? Firidun deməli, Firidun Təbrizin qərbində, Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatlı, dadlı meyvələri ilə məşhur Azərşəhərdə anadan olmuşdu. Deməli, harda? Azərşəhərdə anadan olmuşdu. Azərşəhərdə anadan olmuşdu. Davam edək. Bir tərəfdən Urmi gölü, o biri tərəfdən daima başı qarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhər təbiətin gözəl səfalı güşələrindən biridir. Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhərdəki malikanəsində bağbanlıq edir. Deməli, atasının vəzifəsi nədir? Bağbanlıq edirdi. Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür, divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı 2 gözlü palçıq daxma idi. Firidunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kilim yorğan döşəyi çırpıb təmizləyərdi. Belə yoxsul yaşasalar da onlar özlərini xoşbəxt hiss edirdilər. Yəni yoxsul idilər, amma xoşbəxt idilər. Bir tikə çörək üçün hələ onların nəslindən deyir, heç kəs başqasına əl açmamışdı. Pis, yaxşı, hər il qışı yaza çıxarır və beləliklə aclıq nə olduğunu bilməzdilər. Bu yaşda artıq Firidun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhərlə gələn ərbab uşaqlarından əlifbanı da öyrənə bilmişdi. Deməli, o bu yaşda müəyyən ev işlərində, bağda atası bağban idi. Bu işlərdə atasına kömək eləyirdi. Eyni zamanda ora gələn, Azərşəhərə gələn tacir ərbab uşaqlarından da deməli o nəyi öyrənmişdi? Əlifbanı da öyrənə bilmişdi. Atası onu vərəqləri cırılmış 1-ci sinif kitablarındakı hekayələri höccələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla bu uşaqdan bir şey çıxacaq demişdi. Yəni atasının Firidunla bağlı ümidləri böyükdür. Hətta o bir qədər pul yığıb Firidunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə də düşmüşdü. Atanın arzuları, xəyalları. Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Görək niyə xəyalından əl çəkmək məcburiyyətində qalır. Tehrana köçən köhnə tacir Azərşəhərdəki malikanəsini satdı. Deməli, köhnə tacir Tehrana köçdü. Yəni bunların evlərində qaldığı tacir Tehrana köçdü və bu Azərşəhərdəki malikanəni satdı. Yeni ərbab qəribə xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında, insanlığa münasibətində möhkəm, sabit heç bir şey yox idi. O gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq bir dəli, gah da hər şeyi laqeyd münasibət bəsləyən sadəlöv bir sarsaq kimi hərəkət edirdi.
12 yaşlı oğlu isə atasının əksinə olaraq çox aydın xasiyyətə malik idi. Bu dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama idi. Yəni o oğul atadan bətər vəziyyətdədir. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti yox idi. Bax, ərköyün böyüdülən hansı əsərdəki obrazı idi ki, yadınıza salın. Bax, Nurəddin əsərində orada Əmraslandan danışırdı ki, Əmraslan da evin tək övladı olmuşdu, ərköyün böyümüşdü. Yəni ona görə başına gələn, belə deyək də, bəlaların səbəbkarı elə onun ərköyünlüyündən olur. Burada da həmin bu tacirin, ərbabın oğlu da ərköyündür. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl düşüncənin əlaməti belə yox idi. 4 il məktəbə getdiyinə baxmayaraq hələ də əlifbanı öyrənə bilməmişdi. Deməli 4 il məktəbə gedib öyrənə bilməyib. Əlinə keçən hər şeyi vurub sındırır, istədiyini adamın başına çırpır, üzünə tüpürürdü. Heç kəs ona bir söz deyə bilməzdi. Bağa köçdüklərinin 3-cü günü, bax bu 3 rəqəmini yadınızda saxlayın. 3 ilə bağlı burada çox şeylər var. Bax bu 3-cü günü Firidunu gizlənpaç oynamağa çağırmışdı. 5-cə dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına indirmək istəmişdi. Firidun kötüyü onun əlindən almış, qarnına bir təpik vurub yerə salmışdı. Bax, deməli o istəyir ki, uşaq nə istəyir? Yəni uşaq Firidunla oynamağa çıxır, amma 5 dəqiqə keçmir, dəcəlliyə başlayır və Firiduna başına bir kötüyü endirmək istəyir. Firidun da onun əlindən alır və onun qarnına təpik vurur, yəni uşağı belə deyək də, vurur, döyür, yıxır yerə. O motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan adamların içində ərbab da var idi. Ərbab gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atmışdı. Gözü qızmış dəvə, gör ərbabı nəyə bənzədir. Gözü qızmış dəvə. Firidunun üstünə atmışdı. Firidun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə dəymişdi. Deməli, üzü üstə yerə dəyən atadır, ərbabdır. Oğul yox. Oğulu sadəcə kötüklə vurdu, kötüyü vurduğuna görə o əlindən kötüyü aldı, qarnına təpik vurub yıxır yerə. Amma ərbab onu döymək üçün qaçır arxasıca, ərbab üzü üstə yerə dəyir. Sonra gör söyür, nə deyir? Deyir, ay uşaq, tutun bu vələdnuzanı. Nökərlər Firidunun dalınca tökülüşdülər. Firidun ağacdan ağaca yel kimi uçaraq hasarı otaya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidunun atasını yanına çağırmışdı. Deməli, kişi gördü ki, ərbab gördü ki, Firiduna çata bilmədi. Ondan sonra durub həmən ərbab, suya düşən ərbab Firidunun atasını yanına çağırmışdı. Və nə deyir? Deyir, ay kişi, sənin gözündən xəyanət tökülür. Firidunun atası pambıq kimi ağarmışdı. Ağa, 100 ildir bu torpaqda qulluq edirik. 10 sənin kimi ərbab yola salmışıq. Deyir, 10 sənin kimi ərbab yola salmışıq. Heç biri də bizdən xəyanət görməyib. Yox, sən xain adamsan. Şələküləni yığışdır, buralarda izini tozunu görməyim. Firidunun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin əvvəla bir ərbabın qovduğu adama başqa ərbablar iş vermək istəməmişdilər. İkincisi də həmin ərbab Azərşəhərdən çıxmasa işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı. Elə o günücə Firidungil doğma torpağı tərk etmişlər. Deməli, Firidun ərbabın uşağı ilə dalaşdı, hadisə oldu, atası Firidunun atasını çağırdı ərbab yanına və ona dedi ki, sənin gözündən xəyanət tökülür və belə deyək də, deyişdilər. Ondan sonra da bunu atasının başqa çıxış yolu qalmadı, çünki mütləq Azərşəhərdən çıxmalı idi. Ərbabın birincisi çıxmağına səbəb o idi ki, orada onun bir ərbabın qovduğuna başqa bir ərbablar iş vermirdilər. Bir də ərbab ona çatdırmışdı ki, bu iş əgər sən buradan getməsən iş uzun sürəcək. Ona görə də onlar həmin gün doğma torpaqlarını tərk etmişlər. Azərşəhərdən ayrıldıqdan sonra Firidun ata və anasının üzündə dərin bir kədər görürdü. Onlar çox fikirli idi. Zahirən təmkinli, mülayim olmağa çalışsalar da gizlin iztirab, əndişələrini gizlədə bilmirdilər. Yəni zahirdən özlərini o qədər də belə qəmgin göstərmək istəmirdilər. Firidun xüsusən anasının çox sıxıldığını, kimin? Anasının daha çox sıxıldığını hiss edirdi. Arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən saralıb solurdu. Yəni heç kəsə şikayət eləmirdi, amma içində dərd qəb içini yeyirdi, saralırdı, solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansaradasa şirin yatdıqları zaman Laylaya oxşar bir ağlama səsinə Firidun yuxudan ayılmışdı. Anası onun başını dizi üstünə alaraq oturmuşdu. Firidun dərhal anasının boynuna sarılaraq bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan, yəni atası yatıb, anası oyaqdı, ağlayır. Anacan, ağlama, sən Allah, ağlama demişdi.
O gündən anası bir daha ağlamamışdı. Lakin hər gün biraz da çox solmağa, saralmağa başlamışdı. Qüssə onun içini yeyirdi. Tehrana atıldıqlarının, bax burada da yenə, əvvəldə dedik 3, burada da yenə bax 3-cü ayında anası beləcə deyir, sakit bir şam kimi arvad sönüb getdi. Bu Firidunun həyatında ən ağır xatirələrdən biri oldu. Tehranda onlar çox çətinlik çəkdilər. Tehranda harda? Tehrana köçdülər və orada çox çətinliklər çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar. Sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Yəni bunların narahat olmalarının əsas səbəbi nədir? Atası iş tapa bilmir. Lakin xoşbəxtlikdən o xudmani bir bağı və həyəti olan yaşlı bir adama rast gəldi. Bu ata və baba, ata babası Tehranlı olan 65 yaşlarında, təxminən 65-70 yaşlarında, deməli, qoca bir müəllim idi. Sənəti nə idi bu adamın? Müəllim. Firidunun atası bir ilin ərzində bağı səliqəsini dəyişdi, yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına kömək edirdi. Yəni öz evlərində olduğu kimi burada da Firidun atasına kömək etdi. Lakin bu saadət uzun sürmədi. Tehrana köçdüklərinin 3-cü yayında atası qarın yatalağı ilə naxuşladı. Naxuşluğun 7-ci günü xəstəxanada vəfat etdi. Bax, yenə anası 3 aydan sonra öldü, vəfat elədi. Atası da Tehrana köçdüklərinin 3-cü yayında, yəni 3-cü ilində atasının xəstəliyi nə oldu? Qarın yatalağı naxuşladı və 7-ci günü xəstəxanada. Yəni indi burada o qədər də biz xəstəxana problemi var. Əsərin hələ bu hissəsində də o qədər demirik də, yəni Tehranın özündədir. Firidun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı. Deməli, gör müəllim necə insan olur. Deməli, təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı, oxutdu. Əsas məsələ, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firidunun qəlbi bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi. Görə indi müəllim kimdir? Müəllimin haqqında bizə müəllif nə deyir? Ögey qardaşı uşaqlarından başqa heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. Xəyalpərvər xarakteri haqqında. O dünyadakı bütün fəlakətlərin səbəbini nədə görürdü? Cəhalətdə, elmsizlikdə görürdü müəllim. Firidun bir il Təbrizdə işlədi. Buna görə işlədi. İkinci il bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ də artıq biliyə möhtac. Deməli, bir il Təbrizdə işlədi. İkinci il qərara gəldi ki, mən tək özünü düşünmədi, başqalarının gözünü açmaq üçün də biliyini artırmaq qərarına gəldi. Və buna görə də Darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıtdı. Deməli, Təbrizdə işlədi. Sonra məqsədi nə oldu? Başqalarının gözünü açmaq üçün biliyini artırmaq və qayıtdı Tehrana. Məqsəd yenə nə idi? Darülfünuna daxil olmaq. İlk əvvəl ona atalıq etmiş. Qocanın yanına getməyi özünə borc bildi. Birinci gedib Tehrana qayıdan kimi qoca müəllimi görmək istədi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezliklə qapı açıldı. Qabağına tanımadığı bir adam çıxdı. Üst başından nökərə oxşayan bu adam Firidunun həyəcanlı suallarına qarşı laqeyd, adi bir səslə müəllimin 6 ay qabaq öldüyünü və mülkünə kimin qardaşı uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Firiduna tamamən yabancı, düşmən göründü. Qoca müəlliminin, bax indi sonra gedir, qoca müəlliminin ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi. Lakin tezliklə bu fikrindən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə dayısı Musa kişinin yanına getməyə qərarı aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı. Deməli, burada nə gördük? Bir il Təbrizdə işlədi. Ondan sonra başqalarının gözünü açmaq üçün biliyə ehtiyacı olduğunu hiss elədi. Darülfünuna daxil olmaq üçün qayıtdı, gəldi Tehrana. Tehrana gəldi, orada müəllimini ziyarət etmək istədi. Gördü ki, müəllimi artıq yaşamır. Qəbrini ziyarət etdi, atasının qəbrini ziyarət etdi və təzədən Təbrizə qayıtmaq fikrinə düşdü. Amma fikirləşdi ki, yaydı, gedib Təbrizdə nə edəcəm? Gedim dayısı Musa kişinin yanına getməyə qərarı aldı. Yəni həm belə deyək də özünün dolanışığı üçün dolanışıqda fikirləşdiyi üçün bunu eləmək qərarına gəldi. Gecə öz pərdəsini yığıb gedir, dan geri sökülürdü. Firidun Musa dayının Allahu Əkbər səsinə yuxudan ayıldı. Hava sakit idi.
Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmayaraq çöllərdən, təpələrdən hələ biçilib qurtarmamış, başını aşağı dikmiş zəmilərdən yüngül, sərin bir hava otların iyini, sümbüllərin qoxusunu xırmana gətirirdi. Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulut yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı. Firidun qalxıb üst başını təmizlədi. Gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında kövşəyən öküzləri gətirib vələ qovuşdu. Özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi. Artıq o eşitdiyi sözləri indi özü işlədir. Ha ha dədəm sənə qurban ha. Yəni biz şifahi xalq ədəbiyyatında əmək nəğmələri öyrənmişik də. Bax bu əmək nəğmələridir. Əkinçilər öz işlərini, ağır əməklərini yüngülləşdirmək üçün holavarlardan istifadə edirlər. Burada da bir holavar nümunəsi kimi deyək də buna. Firidun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdi. Firidun özü də yorulmuşdu. Musa dayı, Səriyə xala və uşaqlar da işləyirdilər. Deməli Musa dayı, Səriyə xala. Bu Səriyə xala obrazı bizim qarşımıza, Səriyə daha doğrusu, Səriyə obrazı Cəfər Cabbarda səhv eləmirəmsə var, hansısa əsərdə olmalıdır. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Ayaz sovuruq atan atasına kömək edirdi. Musa kişi məhəbbət, ümid dolu nəzərlərlə ona baxıb. Düşmən toxmağıdır, Allah saxlasın. Deməli, burada biz başqa bir obraz, Ayaz obrazında görürük. Bu da kimdir? Musa dayının övladıdır. Nə deyir oğlu haqqında? Bugün sabah yekə oğlan olub əlimdən tutacaq. Bu sözləri eşidən uşaq daha da ciddiyyətlə işləyir, atasının onu böyük yerində qoymasından sevinirdi. Birazdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb onların qabağına tökdü və dedi: "Hə dədəm sizə qurban" deyib boyunlarını tumarladı. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasəyə töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Burada bir bax, deməli Ayaz Musa kişinin oğludur. Gülnaz da Musa kişinin qızıdır. Onun içinə çörək, göy soğan, xiyar, bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb ovduq düzəltdi. Musa kişi ilə Firidunu qabağına qoydu. Onlar sükut içində ovduqdan biraz yemişdilər ki, Həsənalının çığırtısını eşitdilər. Köməyə gəlin, kafir məni öldürdü. Yerlərindən sıçrayıb onun yanına qaçdılar. Həsənala balağı dizindən azca aşağı bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı. Gürzə çaldı. Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş. Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və 6 uşağı, deməli bax bunu bəzən testlərdə Musa kişinin 6 uşağı kimi qələmə verirlər, amma bu deyil. 6 uşaq kimdədir? Həsənalıda. 6 uşaq bir-birinə qarışaraq fəryad qopardığından kişinin vahiməsi getdikcə artırdı. Yəni kişi özü də qorxurdu, qışqırırdı. Musa kişi Həsənalının dizdən aşağı qıçını sarıdı. Kim sarıdı? Musa kişi sarıdı qıçını. Qatıq deyə uşaqlara döndü. Qatıq yox idi. O çaparaq kəndə tərəf yollandı. Bax burada bu çaparaq sözü zərfdir. Görürsünüz, odan sonra vergül qoyulub. Yəni cəld, sürətli şəkildə. Atın belində xırmandan uzaqlaşan Mübaşir Məmmədi harayladı. Deməli kəndə tərəf yollanır və həmin vaxtı da Mübaşir Məmməd atın belində xırmandan uzaqlaşırmış. Mübaşir çiyninin üstündən ona tərəf baxıb atı məhmizlədi. Heç Musa kişiyə əhəmiyyət vermədi. Musa kişi ondan bir imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onun eşşəyin belinə sarmaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını göstərib təcili əlac istədi. Arvət və uşaqlar baş gözünü yola nalə edirdilər. Firidun, Musa dayı, həkim tap, həkim deyib səsləndi. Musa kişi əlini havada oynatdı. Ay rəhmətli oğlu, bu xarabalıqda həkimin nə işi var? Deməli biz burada bax görürük ki, bu kənddə, Təhranın kəndində həkim yoxdur. Həkim, yəni Firidun deyir, həkim tap, həkim yoxdur ki, bu Həsənalıya bir kömək eləsin. Başqa həkim obrazı hansı əsərlərimizdə var idi? Həkimin olmaması. Bax, Heydər Babaya Salam, Şəhriyarın Heydər Babaya Salam əsərini xatırlayın. Orada da deyir, Məmməd Həsən
Nə oldu? Deyir, nə var, burnundan qan gəlibdi. Yəni bir burun qanı kəsən bir adamın, həkimin olmadığına görə bu Şəhriyarın tanıdığı bir adam vəfat eləyir, yoldaşları vəfat eləyir. Məsələn, sonra indi burada da verib, bax, həkim axtarılanlar. Müsibət Fəxrəddində həkim məsələsi var idi. Yəni bəli, orada da həkim o Fəxrəddin yaralananda bəli. Bax, orada həkim məsələsi var idi. Sonra Qafqaz müsəlmanlarına xitabda, eyni zamanda Gələcək Gün, Heydər Babaya salam. Bax, bunların hər birində həkim problemləri, həkimsizliyin gətirdiyi bəlalardan və sairədən danışılır. Sonra nəysə, artıq şiş xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nəysə qəti qərara gəlmiş kimi üzünü Musa kişiyə tutdu. Bircə xəncərdən zaddan tap, dizdən qıçımı kəsmək lazımdır. Yəni görür ki, dizi yavaş-yavaş şişir və üzünü tutur Musaya. Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb təlaşla səsləndi. Nə qədər gec deyil, kəsin, balta ilə də olsa kəsin, deyə əsəbiliklə arvadına tərəf səsləndi. Nə şivən qoparmısan, o uşaqların da səsini kəs. Bir anda uşaqlar da, arvad da sustu. Aradansa iti bir balta tapdılar. Həsənalı qıçını xırmanın ayağındakı uzunsov daşın üstündən aşırdı. Vur, bircə zərbə ilə üz. Kim baltanı qaldırdısa, əlim gəlmir deyə yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib üzünü kənarda tutmuş bir kəndliyə tutdu. Qəssab Alı, deməli kimdir adı? Qəssab Alı. Niyə durmusan? Mənim ölümümü ki istəmirsən? Götür baltanı, çırp bura. Qəssab Alı bir söz deməyib adamları itələdi. Baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qıçını dizdən üzüb kənara atdı. Tez əski yandırıb basın, deyə yaşarmış gözlərini sıxaraq cəld uzaqlaşdı. Özünə də pis təsir elədi. Firidun da dayana bilməyib, qəmgin bir halda xırmandan döndü. Şikəst Həsənalının və onsuz da ehtiyat içərisində əzilən uşaqların gələcəyini düşündü. Yəni Həsənalının onsuz da özü sağlığında olan ilə ehtiyac, əziyyət içində qalan uşaqların gələcəyini düşündü. Bədbəxt millət deyib köksünü ötürdü. Öz-özünə, kənddən qaçmaq lazımdır, dedi. Burada dərddən, qüssədən başqa bir şey yoxdur. Yəni bura gəlmişdi güya özünə bir gün ağlamağa, amma görür ki, kənddəkilərin vəziyyəti lap acınacaqlıdır, ağırdır. Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub dərdləşir, nə etməli deyə bir-birinin üzünə baxır, ümidsizcə başlarını sallayıb gedirdi. Heç kəs bu suala cavab tapa bilmirdi. Nə etməli? Heç kəs nə etmək lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan böyüyə hamının, bütün kəndin qabağında bir sual durmuşdu. Nə etməli? Lakin bu suala cavab tapacaq bir adam yox idi. Bu sual Firidunu da düşündürürdü. O yeriyəndə də, yatanda da, su içəndə də bu suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi. Elə düşünürdü ki, qış xərcini də özü ilə aparacaq. Yəni nə məqsədlə gəlmişdi? Qış xərcini özü ilə aparmaq məqsədi ilə. Musa kişiyə kömək etməklə özü də çörək dərdi çəkmədən Darülfünunda oxuya biləcəkdi. Yəni məqsəd o idi ki, Musa kişiyə də kömək eləsin, özünə də bir qış xərci aparsın. İndi bu ümidlər hamısı boşa çıxmışdı. Bununla belə o özündən artıq kəndlilərin halına yanırdı. Yəni özünü qoydu qırağa. Çünki deyir, o canına cəfa basıb, oxuya tacir uşaqlara dərs deyər. Necə olsa güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu evlərinin içinə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qarşısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin halı idi. O bütün ümidini, bütün gələcəyini bu ilki məhsula bağlamış Musa kişilərin, Həsənalıların, yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir qüssə, əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı. Nə etməli? Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə kilimlərin çadıra oxşar bir şey düzəlmiş və içində kürsü qoyulmuşdu. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərindən çox görkəmli ağalara oxşayan 4 nəfər oturmuş və Mübaşir Məmmədlə Əli Əmniyəbaşı qabaqlarında əmrə hazır durmuşdu. Yəni polis başçısı, əmniyyə başı burada polis başçısı, jandarm başçısı.
Yanlarında iki başqa əmniyə də vardı. Kəndlilər onu 15-20 addım aralı halay vuraraq onları əhatə etmişdi. Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı və yavaşca qulağına pıçıldadı. Ərbab özü gəlib. Ağay Hikmət İsfahani. O burada nə edir? Tehranı buraxıb bura niyə gəlibdi? Nə bilim, deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıb səyahətə gəlibdir. Yəni ərbab nəyə gəlib? Səyahətə gəlibdir. Yolu buradan düşüb. Mübaşir Məmməd də gətirib kəndə. Firidun adamların arasında özünə yer elədi. Belə ki, o həm kəndliləri, həm ağaları rahatca görə bilirdi. O uzun boylu, canlı və bütün boynuna ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. Deməli bu ərbabı. Ərbab qaya kimi susub durmuş kəndlilərə baxırdı. Bu sükutun altındakı qəzəb, nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışır. Deməli ərbab hiss eləyir ki, o kəndlilər lal dinməz, sakit dursalar da onların içlərində bir nifrət var, bir qəzəb var. Amma bunun qarşılığında da ərbab özünü vahiməli göstərməyə çalışır, qaşqabaqlı dayanır. Firidun nə düşünür? Firidun düşünür ki, deyir, o kəndlilərdən qorxur. Bax, bu Firidunun düşüncələri. O kəndlilərdən qorxur. Bu lal kütlənin hərəkətə gələndə sel kimi yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir. Deyə bu fikir Firidunun başından keçdi. Hikmət İsfahani ağır sükutu pozdu. Deməli, o farsça danışırdı. Necə danışırdı? Hansı dildə danışırdı? Farsça. Ağır və dərin bir sükut içində kəndlilər bir-birinə ilə baxışdılar. Kim isə, ağa nə buyurdular? Qanmadıq, dedi. Bizi də başa salın. Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani üz gözünü biraz da turşudub Mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü cəmaata tutdu. İndi Mübaşir Məmməd. Deməli, onun dediyini Mübaşir Məmməd tərcümə eləyir də, belə deyək. Ağa, buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək 5də birini siz, 5də 4-ünü ağa özləri götürsünlər. Deməli götürsünlər. Yox, burada deyir ki, ağa yəni ağanın sözünü çatdırır da ki, yəni məhsulun 5də 4-ünü bu ərbab götürsün, birini kəndlilərə versin. Çünki ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var, məmuru var, nökəri var. Hamısı da deyir, ağzını açıb yemək istəyir. Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi. Hər yerdən səs gəldi. Bəs əvvəlki söz nə oldu? Deməli, bunlar əvvəl başqa söz veriblər. Bizim balalarımız torpaq yesin, ölsək də 5-dən 2 götürəcəyik. Buradan belə qənaətə gəlirik ki, əvvəl bunlar 5-də 2-si kəndlilərin, 5-də 3-ü ərbabın kimi razılığa gəliblər. Bu haykü içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasında dairə xeyli daraldı. Yəni kütlənin, insanlarla ağaların arasındakı dairə daraldı. Hikmət İsfahaninin əsəbləşdiyini görən əmniyələr tüfəngin qundağı ilə cəmaatı geri oturtdular. Yəni cəmaat biraz yaxınlaşdı, əmniyələr, o polis nəfərləri tüfəngin qundağı ilə cəmaatı geri oturtdular. Mübaşir Məmməd cəmaata qışqırdı. Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin. Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü. 3 uşağını sağ tərəfinə, Həsənalının 6 yetimi də sol tərəfinə düzmüşdü. Bax, yadımızda saxlayaq. Deməli, bu Musa kişinin neçə övladı var? 3 övladı var. Həsənalının 6 yetimini də sol tərəfinə düzmüşdü. O Hikmət İsfahaninin qarşısında 2 qat əyilərək. Burada bir şeyə diqqət eləyək. Bax, 3 uşaq əslində 3-ünü bura gətirib. Böyük qızı qızını evdə saxlayıb. Bayaq oxuduğumuz yerdə gördük onun adını. Onu evdə saxlayıb. Ağa, dədəm sənə qurban, dedi. Bu tifillərə bax, bizə yazığın gəlsin. Bax, görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, çirkli su içməkdən. Əyinlərini də ki, Allaha şükür görürsən, çıl-çılpaqdır. Bizə yazığın gəlsin, ağa, hamımız bugündəyik. Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nəysə pıçıldadı. Hikmət İsfahani Musa kişinin üstünə qışqırdı. Heç utanmırsan kişi, 3 ildir su pulunu vermirsən. Bir söz demirəm. Bu da yaxşılığın əvəzidir. Musa kişi yalvardı. Ağa, dədəm sənə qurban. Hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır. Bir dəfəlik ver, müamiləsi üstünə gəlməsin. Ne eləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə. Bu tifillərin boğazını kəsmə. Biz də borcundan çıxarıq. Allah kərimdir. Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı. Yenə var, yoxsa hamısı budur? Musa kişi sualın mənasını başa düşmədi. Qanmadım, dədəm sənə qurban. Nə buyurdun? Mübaşir Məmməd dilləndi. Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bulardı? Musa kişi ciddiyyətlə cavab verdi. Bu 3-dən başqa biri var, biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim. Bəs bu 6-sı kimindir?
Ağa başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini 2 gün əvvəl elə buradaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə. Ağa, rəhm elə. İmam Rıza yolçusu kimi zəhləmizi tökmə. Kişi, yana çəkil. Allahdan qorx. Fağır çörəyini yemə. Allahdan qorx. Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi, yenə nə isə pıçıldadı. Hikmət İsfahani ayağa durdu. Kişi, yəni sən Allaha zada inanmırsan, deyə Musa kişiyə yaxasından yapışdı. Əstağfurullah, elə dədəm sənə qurban, əstağfurullah elə. Ağzın quruyar. Yox, inanmırsan deyirəm. Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan uğurlayıb evinə dağıtmazsan, daşımazsan. Musa kişi heyrətlə cəmaata baxdı. Cəmaat yerində qurumuş kimi durmuşdu. Buyur dədəm sənə qurban. Deməli, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur. Cəmaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, deməli, Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani, onunla gələn başqa 3 nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb, hamıdan qabaq xırmana tərəf qaçırdı. Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı göstərdi. Hə, bu nədir, bu nədir? Musa kişi dəli kimi buğdaya, bir də Mübaşir Məmmədə və Əli əmniyə başıya baxıb qışqırdı. Camaat, inanmayın, bu buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır. Hikmət İsfahani qızardı. Deməli, sən dəci pozmamısan, hə? Xeyr, Allah bilir ki, mən dəci pozmamışam. Yaxşı, onda yoxlayacağım, Qurana əl bastıracağım. Camaat kənara çəkildi. Deməli, kim? Sofi İranpərəst 7 addım sayıb torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Firidunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın izləri var idi. Yəni, Firidun Musa kişini bu vəziyyətdə görmək istəməzdi. Hikmət İsfahani soruşdu. Hə, di buyur, and iç, sözü qurtaraq dedi. Musa kişi qıçları əsə-əsə 3 addım atdı. 4-cü addımda dayandı. Dönüb Hikmət İsfahaninin qıçlarını qucaqladı. Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür. Get, heç bir şey istəmirəm. Hikmət İsfahani ayağı ilə onu itələdi. Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır, dedi və üzünü Əli əmniyə başıya tutdu. Kəndir gətirin, bu dinsizi ağaca sarıyın, 200 çubuq. Əli əmniyə başı o biri əmniyələrə baxdı. Qaşını tərpətdi. Əmniyələr tez hərəkət etdi. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Firidun ona baxır, tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndiki hərəkətlərində anlamaqda aciz qalmışdı. Əslində Musa kişi oğurlamayıb, oğurluq eləməyib. Sadəcə cəsarətsizdir, cəsarəti çatmır. Qorxur ki, bunlarla sona qədər mübarizə apara bilməz. Ona görə and içmir, and içməkdən qorxur. Əmniyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd ağaclarının çubuqlarını onun lüt bədəninə çırpmağa başladı. Musa kişi ağrılara dözməyə, inildəyi bağlamaqdan çəkinməyə çalışırdı. Firidun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qırışmış dodaqlarına baxdıqca gözləri dumanlanan kimi oldu. Səriyə xalanın, körpələrin naləsi qulağına çatdı. Dayanın, vurmayın, dedi. Onda günah yoxdur. O bulağa su gətirməyə getmişdi. Mən Vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi. Buğdanın üstünə yıxıldım, dəc pozuldu. Onda günah yoxdur. Kəndlilər dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İranpərəstə tutdu. Yeri 7 addım say. Sofi İranpərəst yenə 7 addım saydı. Yenə əlində Quran torpaq qalağının yanında durdu. Firidun qətiyyət və cəsarətlə 7 addım yeriyib torpağı dağıtdı. Qurana əl bastı. Bu Quran haqqı düz deyirəm. Burada izah verib dəcin nə olduğunu, dəc deyir bir yerə yığılmış arpa, buğda və s. əl toxunmasın deyə onu nişanlamaq üçün taxtadan və s.dən düzəldilən iri möhürdür, nişandır. Qalaq bir yerə qalanmış, üst-üstə yığılmış, yığın halında olan bir şey yığın topa. Qalaq, qalamaq sözündəndir. Qalamaq, üst-üstə yığmaq, qalaq da isimdir. Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb paltarını özünə verdilər. Firidun qayıdıb Hikmət İsfahaninin qarşısında durdu. Ağa, dedi, sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Deməli, Firidun and içdi, öz boynuna götürdü günahı. Əslində eləməyib. Amma yenə də cəsarətlidir. Yəni bunların qabağında durur ki, siz yəni sözünüzü pozmaq haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Nə deyir? Deyir, torpaq sizindir. Bu bir pay.
Su sizindir, 2 pay. Mal sizindir, 3 pay. Nə deyir? Deyir, toxum bizimdir, 1 pay. Bu da deyir, əl, zəhmət də bizimdir, bu da 2 pay da. Yəni ona görə 2 pay bizim olmalıdır, 3 pay sizin. Deməli 5 pay, 3'ü sizin, 5'də 2'si bizimdir. Kiçik bir fasilədən sonra səsini ucaltdı. Ya öləcəyik, ya da bir ponza artıq verməyəcəyik. Bax, bu cümləni də testlərdə Musa kişi ilə bağlı verir, amma bu cümlə də bax Firidunun nitqindən olan bir cümlədir. Hikmət İsfahani qışqırdı. Xeyr, torpaq 2 paydır. Mən hələ Xışı, Vəli, Şananı demirəm. Məgər onlar yerdən çıxır, onları üstünə gəlsən, gərək sizə 5'də 1'i yox, 6'da 1'i verəm. Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir. Torpaq da bir paydır. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır. Gədə, sən nəçisən? Deyəsən sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır. Bağlayın bunu da ağaca. 100 çubuq. Musa kişiyə 200 çubuq, buna deyir 100 çubuq. Bayaqdan bəri Firiduna baxıb dişlərini qıcıyan, Mübaşir Məmmədlə nə isə danışan Əli Əmniyyəbaşı bığlarını eşdi. Əmniyyələr Firiduna tərəf gəldilər. Firidun müqavimət göstərdi. Deməli, müqavimət göstərdi. Amma Musa kişi müqavimət göstərməmişdi. İtələyib onlardan birini yıxdı. Mübaşir Məmməd və Əli Əmniyyəbaşı gəncin qollarını qatlayıb dalında bağladılar. Kim? Mübaşir Məmməd, bir də Əli Əmniyyəbaşı və ağaca tərəf sürüdülər. Hikmət İsfahani ilə gələn adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal baxışlı birisi, adamlardan biri, yəni qartal baxışlı birisi irəli yeridi. Firidunu göstərərək ərbaba müraciət etdi. Görün nə deyir? Deyir, bu ağanın danışığından siyasət iyi gəlir. Deməli, bunu deyən kim olur? Hikmət İsfahani ilə gələn adamlardan biri. Onun adı verilmir. Mən cəsarət edib sizdən xahiş edirəm ki, onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla ona layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız. Yəni, bu döyülməyi daha yüngül cəza hesab edir. Əli Əmniyyəbaşı əmniyyələrə nə isə tapşırdı. Onlar Firidunu götürüb getdilər. Hikmət İsfahani üzünü kəndlilərə tutdu. Nə deyir? Deyir, 5'də 1'i sizindir, 4'ü mənim. Vəssalam. Yəni son sözü də yenə Hikmət İsfahani deyir. Danışdıq, qurtardı. Ağay Kürd Əhməd də burada qoyub gedirəm. Mənim vəkilimdir. Kimi qoydu? Bax, Ağay Kürd Əhmədi də deyir, burada qoyub gedirəm. Mənim vəkilimdir. Kürd Əhməd ağır nəzərlərlə sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya kimi lal, ehtimatsız, davamlı, yoxlayıcı nəzərlərlə onu süzürdülər. İndi təhlil hissəsinə baxaq. Təhlil hissəsində nə yazır? Həyatı əks etdirmə növü gördük ki, epik növdədir, roman janrındandır. Bizə romandan bir parça təqdim olunub. Cənubi Azərbaycan xalqının ağır vəziyyəti. Əsərin mövzusu Cənubi Azərbaycan xalqının ağır vəziyyəti. İdeyası nədir? Xalqı ağır vəziyyətdən çıxarmaq üçün azadlıq mübarizəsinin zəruriliyi. Əsər yazılıb nəsrlə, Cənubi Azərbaycan mövzusundadır. Sadə insanlara qarşı haqsızlıq, insanların acınacaqlı həyatı əks olunub. Hadisələr həm kənddə, bəli, bir sıra hadisələr kənddə baş verir, bir sıra hadisələr şəhərdə. Əsərdəki mənfi obraz Hikmət İsfahani və Kürd Əhməddir. Hikmət İsfahani, görək necə adamdır. Öz mənafeyini güdən zalım obrazdır. İnsanların haqlarını tapdalayır. Məhsulun 5'də 4'ünü özünə götürəcəyinə elan edir. Farsça danışdığı üçün dediklərini Mübaşir Məmməd xalqa çatdırır. Kürd Əhmədi vəkil təyin edir. Yenə Hikmət İsfahani Kürd Əhmədi vəkil təyin edir. Kəndlilərin etirazına baxmayaraq bölgünü öz istədikləri kimi edirlər. Musa kişi haqqında görək nə yazır müəllif. Musa kişi 4 övladı var, öyrəndik 4 övladı var. Firidunun dayısıdır, çox kasıb yaşayışı var. Dindar olduğu üçün Qurana əl bağısmağa qorxur, yalan danışır. Tək öz ailəsini yox, Həsənalının övladlarını da düşünür. Buğdanın hamısını əllərindən almaq üçün yalan uydurulduğunu deyir. Bax, bu məqamı da yenə Firidunla bağlayırlar. Yəni, yalan olduğunu deyən Musa kişidir. 3 ildir su pulu vermədiyini Hikmət İsfahaniyə Mübaşir Məmməd deyir. Kasıb, deməli, bu qutardı. İndi Həsənaldan danışır. Burada görək nə yazır. Deyir, bu fikri, buna baxarıq. Nəysə, Həsənalı deyir, kasıb kəndlidir. Ayağını ilan vurduğu üçün dizindən kəsirlər. 6 övladı var. Mübaşir Məmməd hadisəni görsə də kömək etmir. Ayağını kəsən kim olur? Qəssabalı. Həsənalının ayağını ilan vuranda Firidun həkim axtarır. Amma kənddə həkim olmadığı gerçəyi ilə qarşılaşır. Bu fikri də yenə bax Qafqaz müsəlmanlarına xitab satirasında da görürük. Mən nə deyir? Deyir, biriniz xəstələnirsəz, həkim axtarırsınız, amma övladlarınızı oxutdurmursunuz.
Sonra Firidun haqqında nə deyir burada? Firidun ziyalı gəncdir. Azadlıq ideyası ilə yaşayır. Atası Azərşəhərdə bağbanlıq edib. Yeni gəlin ərbabla problemləri olduğu üçün Azərşəhəri tərk etməli olur. O gündən valideynlərin üzü gülmür. Tehranda qaldıqlarının 3-cü ayı anası xəstələnib dünyasını dəyişir. Xeyirxah 65-70 yaşlarında müəllimin evində yaşamağa başlayır. 3 ildən sonra atası qarın yatalağı xəstəliyindən dünyasını dəyişir. Firiduna yaşlı müəllim arxa durur, təhsil verir. Təbrizdə işləyəndən sonra yenidən Tehrana qayıdaraq Darülfünuna daxil olmaq istəyir. Səlahiyyət sahiblərinin kəndlilərə qarşı etdiklərinə dözə bilmir. Musa kişini xilas etmək üçün günahı öz boynuna götürür və Qurana yalandan and içir. Əvvəl öz dərdini düşünürdüsə, Musa kişigilin yanına gəldikdən sonra onların halına yanır, onlara kömək etməyə çalışır. Həsənalının ayağı kəsiləndə göz yaşlarını saxlaya bilmir. Hikmət İsfahaninin adamlarından biridir. Firidunu daha ağır bir cəzaya layiq olduğunu, ondan siyasət qoxusu gəldiyini deyir. Onu qamçılamaq əvəzinə zindana atırlar. Əsərdə Səriyə, yəni Musa kişinin arvadı, Gülnaz obrazları müsbət obrazlardır. Onların simasında zəhmətkeş insanlar əks etdirilmişdir. Əsər ədəbiyyatımızda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına, milli azadlıq hərəkatına həsr olunmuş ən yaxşı əsərlərdəndir. Əsərin mərkəzi xətti soydaşlarımıza qarşı həqarətli münasibət, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir. Hadisələrin təsvir olduğu illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq mübarizəsinin şahidi olması, xalqın taleyinə dərindən bələdliliyi yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yadda qalan obrazlar yaratmağa imkan vermişdir. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyəti ilə əlaqələndirmişdir. Bugün sizlər üçün Gələcək Gün romanından bir parçanı, bir hissəni oxumağa çalışdıq. İnanıram ki, sizlər üçün faydalı olar, yararlı olar. Kanalımızı bəyənməyi, abunə olmağı, rəy yazmağı unutmayın. Sağ olun.